Herkese salamlar. Bugün sizlere dünya futbol tarixində en çok kubok kazanmış 5 məşqçini sadalayacaq. Videomuza keçməmişdən önce aşağıdan like düyməsini basıb kanala da abone olmağı unutmayın dostlar. İndi isə sıralamamıza keçək. 5-ci yer. Hal-hazırda Braziliya millisinin baş məşqçisi olan Carlo Ancelotti. Onun düz 30 kuboku var ve siyahımızda 5-ci yer aldı. O bu 30 kuboku Milan, Chelsea, PSG, Bavaria ve Real Madrid'de kazandı. O Milan'da bir dəfə Serie A, bir dəfə Copa Italia, bir dəfə Super Copa Italia, 2 dəfə UEFA Şampiyonlar Liqası, 2 dəfə UEFA Super Kuboku ve bir dəfə FIFA Dünya Kulüplər Arası Dünya Çempionatını kazanıb. Daha sonra isə Chelsea gedən efsane baş məşqçi burada bir dəfə Premier Liga, bir dəfə FA Cup ve bir dəfə də Community Shield kazandı. Onun Real Madrid karyerasını ise birleştirilmiş halda deyəcəyik dostlar. O Real Madrid'də 2 dəfə La Liga, 2 dəfə Copa del Rey, 2 dəfə İspanya Kuboku, 2 dəfə Şampiyonlar Liqası, 2 dəfə UEFA Super Kuboku ve 2 dəfə FIFA Kulüplər Arası Dünya Kubokunu kazanıb. O PSG karyerası ise sadece bir şampiyonlukla, o da Liga 1 ilə başa çatıb. O Almanya'ya da səfər edib və burada Bavariyanı çalışdırıb. O Bavariyada bir dəfə Bundesliga, 2 dəfə də Almanya Super Kubokunu kazanıb. 4-cü yer. 4-cü yer üçün biraz köhnələrə gedirik. Valeri Labanovski. Onun karyerası ərzində düz 30 kuboku var və 4-cü yeri də qərarlaşıb. O bu 30 kubokun hamısını Dinamo Kiev'də alıb. O Dinamo Kiev'də 8 dəfə Sovet İttifaqı kuboku, 6 dəfə Sovet kuboku, 5 dəfə Ukrayna çempionluğu, 3 dəfə Ukrayna kuboku, 2 dəfə UEFA Kuboklar kuboku və 1 dəfə UEFA Super Kubokunu kazanıb. Və 4-cü yerdədir. 3-cü yer üçün də biraz köhnələrə gedirik. Lucescu karyerası ərzində düz nə az nə çox 38 kubok kazanıb. Və o 38 kubokda Dinamo Buxarest, Rumıniya çempionluqları və kubokları kazanıb. Onun Shakhtar Donetsk karyerası isə 8 dəfə Ukrayna çempionluğu, 6 dəfə Ukrayna kuboku, 7 dəfə Ukrayna Super Kuboku olub. Əfsanə məşqçi Türkiyədən də 2 dənə klub çalışdırıb. O Galatasaray'da bir dəfə UEFA Super Kubokunu kazanıb. Beşiktaş'da bir dəfə Türkiyə Süper Liqasını kazanıb. Daha sonra Rusiyaya da səfər edən təcrübəli baş məşqçi Zenitlə Rusiya çempionluqları kazanıb. İndi isə ikinci yer. İkinci yerdə bir çoxlarına görə dünyanın ən güclü baş məşqçisi olan Pep Guardiola. Pep Guardiola'dır. Onun nə azından çox düz 39 kuboku var. O bu 39 kuboku 3 fərqli komandada kazandı. Onun ilk kubok məcarası Barcelona'da başlayıb. O Barcelona'da 3 dəfə La Liga, 2 dəfə Copa del Rey, 3 dəfə İspanya Super Kuboku, 2 dəfə UEFA Şampiyonlar Liqası, 2 dəfə UEFA Super Kuboku və 2 dəfə FIFA Dünya Kulüplər Arası Dünya Çempionatını kazandı. Daha sonra isə Almanya'ya səfər edən təcrübəli baş məşqçi burada Bavariyanı çalışdırıb. Bavariyada 3 dəfə Bundesliga, 2 dəfə Almanya Kuboku, 1 dəfə UEFA Super Kuboku və 1 dəfə də FIFA Dünya Kulüplər Arası Dünya Çempionatını kazanıb. Daha sonra isə o indi də baş məşqçilik elədiyi Manchester City'yə gəlib. O Manchester City'də 6 dəfə Premier Liga, 4 dəfə köhnə adı ilə FA, indiki adı ilə 2 dəfə FA Cup'ı kazanıb, 4 dəfə Community Shield, 1 dəfə UEFA Şampiyonlar Liqası, 1 dəfə UEFA Super Kuboku və 1 dəfə də FIFA Dünya Kupası, Dünya Çempionatını kazanıb. Və indi isə sıralamamızın birinci yerinə gəldik. Nə az nə çox 49 kuboku ilə sıralamamızın birinci yerində Sir Alex Ferguson yanıb. Sir Alex Ferguson Manchester United'i yenidən yaradan, Manchester United'i köklü klub eləyən baş məşqçidir.
Onun ilk kubok macərası isə Aberdeendə başlayıb. O burada 3 dəfə Şotlandiya çempionu, 4 dəfə Şotlandiya kuboku, 1 dəfə UEFA Kuboklar Kuboku, 1 dəfə UEFA Super Kuboku. Daha sonra isə o xariqələr yaratdığı Manchester United-ə gəlib. Və nə az nə çox düz 13 dəfə Premier Liqa, 5 dəfə FA Cup, 4 dəfə Liqa Kuboku, 10 dəfə Community Shield, 2 dəfə Çempionlar Liqası, 1 dəfə UEFA Kuboklar Kuboku, 1 dəfə UEFA Super Kuboku və 1 dəfə FIFA Klublararası Dünya Kubokunu və 1 dəfə də Intercontinental Kubokunu qazanıb. Dostlar, bugünkü videomuz ən çox kubok qazanmış baş məşqçilər idi. Gələn videolarda görüşənədək, əgər video fikirləriniz varsa, aşağıdan yorum olaraq yazmağı unutmayın. Sağ olun, salamat qalın.